Diego Armando Maradona dünya futbol tarixinin ən yaxşı oyuncularından biri sayılan əfsanəvi hücumçu və yarım müdafiəçidir. Karyerası Argentina Juniors'da başlayır. Daha sonra Boca Juniors'a, Barcelona və Napoli klublarında oynayıb. 1986-cı ildə Argentina ilə dünya çempionu olan Maradona xüsusilə Napoli klubundakı çıxışı və Tanrının əli qolu ilə tanınır. You've seen that much of Hodge or Trevor Steven. Maradona just walked away from Hoddle then. Valdano, Hodge and Maradona! They're appealing for offside, Glenn Hoddle. There's where the ball came from Hodge. Maradona had continued the run forward. And the goal is given. At what point was he offside? Or was it a use of the hand that England are complaining about? 1986-cı ildə Dünya Kubokunun ən yaxşı oyuncusu seçilib. 2 dəfə İtaliya çempionu olub. FIFA səs verməsində 20-ci əsrin ən yaxşı futbolçusu seçilib.